Hər vaxtınız xeyir olsun əziz müəllimlər, hər birinizi salamlayıram. Deməli müəllimlər, biz bilirik ki, artıq Miqin qeydiyyatı başlayıb və bununla bağlı çoxlu suallar alıram. Qərara gəldim ki, bunun üçün sizə bir video izah çəkim və siz də bu prosesi mənlə bir yerdə davam etdirəsiniz. Müəllimlər, əslində çox rahatdır. Ümumiyyətlə mən məsləhət görərəm ki, hər bir müəllim öz qeydiyyatını özü tamamlasın. Çünki bizim məlumatlarımıza bizdən həssas heç kim yanaşa bilməz də. Yəni biz daha dəqiq yanaşırıq. Heç bir məlumatımızı təbii ki, səhv qeyd eləmərik. Amma kiməsə etibar eləyəndə, yəni ola bilər. İndi digər şəxs bizim məlumatlarımızı o qədər dərin bilmir axı. Yaxşı olar ki, özümüz bu qeydiyyat prosesini həyata keçirək. Çox rahatdır. Bir neçə dəqiqəmizi alacaq. Deməli müəllimlər, ilk öncə biz daxil oluruq miq.edu.az saytına. Və o zaman bizim qarşımıza belə bir ekran açılır. Bu səhifədə gördüyünüz kimi 3 dənə hissə var. Var şəxsi səhifəyə daxil olun, var qeydiyyatdan keçin. Bir də var müəllimlərin şeirinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi üzrə bir hissə keçid. Yaxşı olar ki, biz onsuz da şəxsi səhifəmiz hələ ki yoxdur, indi yaradacağıq. Ona görə qeydiyyatdan keçidinə toxunuruq. Bu zaman bizə belə bir ekran açılır. Burada baxın. Bizə bir neçə dənə seçim, belə deyim, qarşı qoyulur. İstədiyimiz seçimi seçə bilərik, təbii ki, istədiyimiz hissəni seçə bilərik. Burada var məsələn sema ilə, asan imza ilə, identifikasiya ilə və digər hissələrlə, keçidlərlə. Müəllimlər, hər biri, yəni çox rahatdır. Məsələn, sema tətbiqiniz varsa, telefonunuzda varsa bundan keçmək çox rahatdır. Yoxdursa, YouTube-da yazın sema ilə bağlı keçid videoları. Baxıb qeydiyyatdan keçə bilərsiniz. Heç baxmamış da keçə bilərsiniz. Tətbiq onsuz da özü sizi yönləndirir, üzünüzü tanıyır və ondan sonra artıq sizin sema proqramınız olur. Bunu indidən keçin ki, inşallah işə qəbulda da sizə lazım olacaq. Əmək müqavilələrimizi artıq bu ildən sema ilə təsdiqləyirik. Bir də var identifikasiya nömrəsi ilə. Fərqi yoxdur mənim. Hər ikisini seçə bilərsiniz. Məsələn, mən identifikasiya nömrəsindən keçid eləmişəm deyə, məlumatlarım burada hazırdır deyə və buna da daxil oluram. Demək, bizə burada bir hissə açılır. Baxın, belə bir səhifə açılır. Müsabiqədə iştirak edəcəyiniz bölmə, istədiyiniz fən. Bunlar sizə avtomatik ekrana çıxmış olur. Deməli, iştirak etdiyimiz bölmə olsun Azərbaycan bölməsi. İştirak etdiyimiz fən seçirik informasiyanı. Daha sonra növbətiyə toxunuruq. Və bu zaman görürsünüz, bizim burada məlumatlarımız gəlir. Bütün məlumatlarımız burada öz əksini tapır. Bunları biz doldurmuruq. Biz digər hissələrə baxırıq. Məsələn, faktiki yaşayış, yaşadığınız rayon, yaşadığınız ünvan. Məsələn, biz yaşayırıq, deməli, bir dəqiqə mənimlə, burada sıra biraz pozulub. Baxın, Bakı şəhəri. Bakı Zərdabdan sonra yazılıb. Buna bir dənə diqqət yetirərsiniz, yaxşımı? Bakını seçirik, faktiki yaşayış ünvanımız. Gəlin, biraz bunun haqqında mən sizə məlumat verim. Demək, baxın, mən burada yaşayış ünvanım, qeydiyyatda olduğum ünvan Qaradağ rayonudur, düzdürmü? Amma faktiki yaşayış ünvanı kimi mən harada imtahanı vermək istəyirəmsə, oranı qeydiyyatdan keçirməliyəm. Baxın, bir çox tələbələrimiz var. Məsələn, onlar, deməli, belə deyim də, Bakı rayonda yaşayır, amma tələbədə Bakıda vermək istəyir imtahanı. O zaman burada Bakı ünvanınızı yazın. Yox, əgər rayonda imtahan verməsi üçün problem deyilsə, elə həmin ünvanı orada yazın. Yəni, faktiki yaşayış ünvanı bizim imtahanı, belə deyim, harda verməyimizdən asılıdır. Biz imtahanı harda verəcəksə, hansı belə deyim, bölgədə, Bakıdamı, Şəkidəmi, harda imtahan verəcəksə, oradan asılıdır. Yəni, bu faktiki yaşayış ünvanından asılıdır. Məndə elə eyni olduğu üçün, elə bunu da buraya yapışdırıram, eyni olduğuna görə dəyişmirəm. E-mail bəs nədir? Yenə deyirəm, baxın, faktiki yaşayış ünvanına bir də toxunuram. Əgər siz tutaq ki, rayonda yaşayırsınızsa və rayonda da imtahan verəcəksinizsə, elə o öz olduğunuz ünvanı da yazırsınız. Yəni, sizə ora yaxın məntəqələr seçiləcək. Yox, əgər tutaq ki, rayonda yaşayırsınız, amma imtahan vaxtı Bakıda olacaqsınız, nə bilim, və yaxud Bakıdasınız, rayona gedəcəksinizsə, həmin ünvanı yazın. Amma bir də bir söz deyim, faktiki yaşayış ünvanı nədən asılıdır? İnşallah ki, hər biriniz daimi əsaslarla işə qəbul olarsınız. Yox, əgər siz işə qəbul olmasanız, yəni daimi əsaslarla qəbul olmasanız, müddətli müqavilə zamanı sizə zənglər gələcək və bu zənglərin də gəlməyi məhz bu yaşayış ünvanınıza yaxın ərazilərdən gələcək, yaxın məktəblərdən gələcək. Təbii ki, bunu bir məsləhətli şəkildə qərar verərək yazmağınızı istəyərəm.
E-mail ünvanı yazırıq. E-mail ünvanı da vacibdirmi? Əslində vacib deyil. Sadəcə deməli nədə vacib ola bilər? Məsələn, mən bir neçə e-mail ünvanım var. Yəni fərqi yoxdur, hansını istəyirsiniz yaza bilərsiniz. Sadəcə belə deyim. Tutaq ki, siz qəbul olmusunuz rəqəmsal bacarıqlar üzrə bir fənnə, yəni rəqəmsal bacarıqlar fənninin tədris edildiyi bir məktəbə. O zaman sizin məlumatlarınız e-maildə gələcək. Amma səhv yazsaz nəsə olarmı? Yaxşı olar ki, daxil etdiyiniz nömrə, daxil etdiyiniz deməli belə deyim, istifadəçi e-mailiniz öz adınız olsun. Nömrəniz öz adınız olmaya bilər. Yəni onu siz istifadə edəsiniz. E-mailiniz də sizdə olsun. Yəni tez-tez əl çatan olsun da. Yəni e-mailə daxil olub materialları görə biləsiniz və yaxud nömrəyə də daxil olub istənilən zaman deməli istifadə edə bilərsiniz. Yəni sizə zəng gələcəksə, həmin burada qeyd elədiyiniz nömrə əsasında gələcək. Sonra növbətiyə toxunuruq. Burada təhsil pilləsi var. Məsələn, təhsil pilləsi, tutaq ki, riyaziyyat informatika müəllimləri, məsələn, 5 illik seçə bilər. Amma bizdə ali bakalavriatı seçirik. İxtisası seçirik. İxtisas. Baxın, gəlib buradan informatikanı tapırıq. Baxın, informatikanı tapırıq. Bir dəqiqə. Məsələn, məndə informatika müəllimliyi idi. İndi biraz buradan danışaq. Tutaq ki, sizdə ixtisas kompüter elmləridir və yaxud nə bilim digər bir sahədir. Baxın, informatikanın içərisində var onsuz da. Burada bir neçə ixtisas var. İnformatika, informatika müəllimliyi, kompüter elmləri, riyaziyyat və s. Bunlar varsa bunları seçirsiniz. Məsələn, sizin ixtisasınız kompüter elmləridirsə, gedib informatika müəllimliyini seçməyin. İnformatikanı seçməyin. Gəlin elə kompüter elmlərini seçin. Onsuz da biz əvvəldə yazmışıq da informatika fənnindən imtahan verəcəyimizi, düzdürmü? Və yaxud da müəllimlər, burada adı olmayan digər ixtisaslarınız varsa, digər ixtisasa sahibsinizsə, burada adı yoxdur o ixtisasların. Məsələn, bir neçə mühəndislik sahələri var da, düzdürmü? İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, düzdür? Bunların adı burada yoxdurmu? Gəlin buradan aşağıdan bu digər hissəsini seçin və narahat olmayın. Burada heç bir problem olmayacaq. Artıq burada bizim məlumatlarımız var. Hansı müəssisəni haçan bitirmişik, hansı müəssisədə oxumuşuq, nə vaxt daxil olmuşuq, nə vaxt bitirmişik, diplomun səviyyəsi nədir? Bunları qeyd edirik burada. Məsələn, tutaq ki, seçək Bakı Dövlət Universitetinin. İndi buradan bir illəri dolduracağım. Bir dənə bu təhsil sənədinin nömrəsini deyim sizə. Baxın, məsələn, təhsil sənədinin nömrəsi nədir? Təhsil sənədinin nömrəsi diplomun yuxarı hissəsində baxın. Burada qeyd olunan bir nömrədir. Burada C nömrə, bunları yazmasanız da olar. Sadəcə bu nömrəni, baxın, bura yazın. Yazmağınız tam kifayətdir. Məsələn, bu hissəyə yazmağınız kifayətdir. İndi məndə nömrə necə idi? Mən yazıram bura. Deməli, 10, 40, 28. Bax, o olduğu kimi də yazıram. 10, 40, 28. Və digər hissələri də qeyd edirəm, sonra növbəti hissəyə keçid alacağım. Digər məlumatları qeyd edəndən sonra burada yeni təhsil əlavə et hissəsi var. Məsələn, əgər sizin magistratura təhsiliniz varsa, bunu buradan əlavə edə bilərsiniz. Məsələn, təhsil olar, ali magistratura ixtisasınızı seçə bilərsiniz. Məsələn, məndə kompüter elmləridir, baxaq görək varmı burada. Kompüter elmləri, təhsil aldığı müəssisə, məsələn, Bakı Dövlət Universiteti. Bu məlumatlarımızı da burada doldururuq. Daxil olmayı, bitirməyini, təhsil haqqında sənədin nömrəsini daxil edirik. Demək, məndə nömrə budur. 05 89, yenə diplomun yuxarı hissəsində olan 50. Bunu da yazdım mı? Artıq keçid edib diplomun səviyyəsi və daxil olma bitirmə ilini qeyd edib, sonra növbəti keçid edəcəm. Başqa təhsiliniz varsa yenə yazın. Yəni, ola bilər də bir neçə təhsilimiz ola bilər, onları da qeyd edə bilərik. Bunun bizim üçün üstünlüyü varmı? Bal cəhətdən xeyr yoxdur. Bal artımı o zaman nəzərə alınır ki, demək, biz onu, belə deyim, tutaq ki, H2 ilə işləmişik, H1 ilə işləmişik, hardasa 3 il müddətində və o bizim balımıza təsir edə bilər və bu müəyyən əmsaldan hesablana bilir. Artıq növbəti hissəyə keçdik və burada deməli nə var? Bir hazırda müddətsiz müqavilə əsasında fasiləsiz olaraq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə çalışırsınızsa, bu deməkdir ki, yəni siz H2 ilə hardasa çalışırsınız indi. Deyirsiniz ki, yox, çalışmırsınız. Çalışırsınızsa, hansısa rayondasınızsa, hansısa bölgədəsinizsə, H1, H2 alırsınızsa maaş olaraq, onları artıq burada qeyd edə bilərsiniz. 3 ildən 5 ilədək, 5 ildən və 5 ildən çox. İşlədiyiniz tabi olduğunuz yerli təhsil sektoru. Məsələn, işləyirsinizsə, yazırsınız ki, məsəl üçün burada nə ola bilər? Tutaq ki,
Olmalıdır məncə. Bakı görsə aşağıdadır. İşlədiyiniz məktəbdir. Bakıdan mən axtarım öz məktəbimin nömrəsini. Mən də məktəbimin nömrəsini tapım. Sonra birinci dərəcədən gözdən əlilliyi olan şəxsizmi deyirsiniz? Xeyr, məsələn. Sonra stajı qeyd edə bilərsiniz burada. Məsəl üçün, stajlarınızı qeyd edə bilərsiniz. 3 ilə dəqiq, 4 ilə dəqiq. Bunların əslində bir fərqi yoxdur, müəllim. Yaza bilərsiniz. Elmi dərəcəniz yoxdursa yazmırsınız. Tarix odur ki, yəni varsa tarixini seçirsiniz, hansı tarixdə almısınız. Təltifiniz varmı? Yoxdursa yazırsınız, yoxdur. Dərslik müəllifisinizsə müəllif deyiləm. Tədris vəsaiti müəllifsinizsə müəllif deyiləm. Yox, əgər müəllifsinizsə yazırsınız ki, müəllifəm və bu falan kitabım. Bu dərslik odur ki, məktəb kitabları, tədris vəsaiti adi bir kursların kitabları ola bilər də. Və salam. Əgər şahid ailəsinin üzvüsünüzsə, bu xanaya toxunursunuz və məlumatlarınızı burada yükləyirsiniz. Burada tələb olunan məlumatlar buradadır. Deyilsinizsə, buranı keçirsiniz və növbətiyə keçid edirsiniz. Belə. İndi baxırsınız, mən məlumatlarımı yoxlayıram. Burada nömrəni düzgün qeyd elədiyimə baxıram. E-mail ünvanım düzgündürmü? Məlumatlarım düzgündürmü? İnformasiyam yazılıb. Digər hissələr hər biri doğrudur. Belə, artıq təsdiq edəcəm. Sadəcə mən burada stajımı biraz az yazmışam. Qayıdıb onu düzəldəcəm müəllimlər. Qayıdım onu ben düzəldim. Mənim əslində stajım artıq 4 ili keçir. Hətta amma yazıram 4 ilə də heç nə olmaz. Məktəb stajım. Çünki mən müqaviləni nəzərə almıram. Belə daimini yazıram, amma fərqi yoxdur, yaza bilərsiniz. Onun elə bir əhəmiyyəti yoxdur. Və ən sonunda təsdiqləyib vitrinə basırıq. Və salam. İndi mənim ərizəm baxılma mərhələsində də yoxlandıqdan sonra isə mənə məlumat veriləcək. Belə. Bu mənim özümün qeydiyyatımla bağlı sizə köməkliyi üçün çəkdiyim bir hissə. Uğurlar arzu edirəm hər birinizə. Allah zəhmətçılığı versin, yolunuz açıq olsun mənim.